Bölmə 2. Dinləmə mətni 1. Novruz yeni gün deməkdir. Bu bayram Azərbaycan xalqının milli bayramıdır. Novruz mart ayının 21-də baharın gəlişi ilə başlanır. Həmin gün gecə və gündüz bərabərləşir. Novruz bayramı ərəfəsində su, od, külək və torpaq çərşənbələri xüsusi təntənə ilə qeyd olunur. Novruzu bəzi şərq xalqları da bayram edir. Milli bayramımız olan Novruzun tarixi rəqslərimizin tarixi ilə eyni dövrə təsadüf edir. Belə ki, Qobustan qayaüstü təsvirlərində rəqslərin daha uzun ömürlü olması öz təsdiqini tapıb. Baharın ab-havasını, Novruzun gəlişini, təbiətin oyanışını özündə əks etdirən milli rəqslərdən biri də Novruz gülüdür. Bu xalq rəqsinin adı baharın müjdəsini gətirən Novruz gülü çiçəyinin adından götürülüb. Novruz gülü rəqsi Novruz bayramı şənliklərində ifa olunur.